Ümumiləşdirici tapşırıqlar. Ləngli hissənin sahəsini tapın. Bu görürük ki, mürəkkəb fiqurdur. Biz bilirik ki, fiqur bölündüyü fiqurların sahələri cəmidir. Yəni bunu bildiyimiz bir fiqurlara bölək ki, bunun sahəsini tapa bilək. Məsələn, buradan bir xətt çəksək, biz burada bir üçbucaq almış olarıq. Bu üçbucağın sahəsi də bax bu tərəfi 1, 2, 3, 4 damadır deyə bax 4-dür. Bir də hündürlük lazımdır. Bu hündürlüyünü çəksək, bu da 2 damadır deyə burada 2 olacaq. Ona görə bunun sahəsi olacaq S üçbucaq bərabərdir 4 vurulsun 2 bölünsün 2, yəni 4. Bu hissəni tapdıq 4. İndi biz bunu 2 cür edə bilərik və buradan 2 dənə düzbucaqlı üçbucağa ayıra bilərik. Bax belə. Birinin burun tərəfi 1, daha doğrusu düzbucaqlı üçbucaqda bu katet 1, bu kateti 2, digərində də bu katet 2, bu katet 1. Onda o üçbucaqların sahələri olur S üçbucaq bərabərdir 1 vurulsun 2 bölünsün 2, 1. Digər üçbucağımızda yenə 1 vur 2 bölünsün 2, bu da 1. Bir də qaldı bizim burada düzbucaqlımız. Bu düzbucaqlının tərəfləri də 1, 2, 3, bu hissəsi 3, bu da onsuz da bayaq üçbucaqda tapmışdıq 4 idi. Onda düzbucaqlı da bərabərdir 4 vurulsun 3, 12. Deməli böldük bu fiquru hissələrə, onda hamısını toplasaq 4 üzərinə gəl 1, nə gəl 1, üzərinə gəl 12, 6 ilə 12, 18. Bu fiqurun sahəsi oldu 18. Və ya başqa cür necə eləyə bilərdik? Bax buradan, məsələn fiquru, buradan bir üçbucaq ayırardıq. Buradan da belə. Bu düzbucaqlıdan bu üçbucağın sahəsini çıxardıq. Bu rəngli hissəni tapmış olardıq və bu üçbucağı da onun üzərinə gəlsəydik, həmin fiqurun sahəsini tapmış olardıq. İkincidə, şəkili buradan ayırsaq, bir üçbucağımız olur, bir düzbucaqlı. 1, 2, 3, 4, bu tərəf 4, 1, 2, 3, 4, 5. Bu hissəmiz də 5. Bu düzbucaqlının sahəsi 4 vurulsun 5 olacaq 20. İndi üçbucağın tərəfinə baxaq. 1, 2, 3, 4, 5. Bunun yarım görsənməyi, siz sayanda hamısını, çünki biz bu hissələri sayırıq da. Yəni digər rənglə göstərin. Bax biz buranı sayırıq. 1, 2, 3, 4, 5. Yəni ona görə orada hissə damaların kəsildiyinə baxmadan sayırsınız. 1, 2, 3, 4, 5 dənə. 5 bura. Hündürlüyümüz də olacaq. 1, 2 damadır. 2. Onda S üçbucaq bərabər olur. 5 vurulsun 2 böl 2, 5. Düzbucaqlı da 20'dir. Onda fiqurun sahəsi olur. 20 üzərinə gəl 5, 25. Burada isə baxırıq üçbucaqdan bu paraleqramın sahəsini çıxmalıyıq. Üçbucaq 1, 2, 3, 4, 5, 6, 7. Buna bir hündürlük lazımdır bizə. Bu hündürlük də 1, 2, 3, 4, 5, 6. Onda 7 vurulsun 6 bölünsün 2, 21. Bir də bu paraleqramın sahəsini tapmaq. Bunun tərəfi 2, hündürlüyü isə 1 olur. 2 vurulsun 1, 2. Onda biz 21'dən 2'ni çıxırıq, 19 almış oluruq. Digərində yenə biz bu bütöv fiqurdan bu üçbucağın sahəsini çıxmalıyıq. Əvvəlcə bu üçbucağın, ağ rəngli üçbucağın sahəsini tapaq. 1, 2, 3, 4, tərəfi oldu 4, hündürlüyü də, bax bu hündürlüyü 1, 2, 3, 4. 4 vurulsun 4 bölünsün 2, bu da oldu 8. Deməli, ağ üçbucağımız oldu 8. İndi böyük fiqurun sahəsini tapmalıyıq. Onu da tapmaq üçün biz buradan 2 hissəyə bölək. Düzbucaqlı 1, 2, 3, 4. Digər tərəf 1, 2, 3, 4, 5, 6. Onda bunun sahəsi oldu 6 vur 4, 24. Üzərinə gəlməli bu üçbucağı 1, 2, 3, 4, 5, 6. Tərəfi 6, üçbucağın. Hündürlüyü isə 1, 2'dir. 6 vur 2 böl 2, bu da oldu 6. Üzərinə gəldik, oldu 30. Böyük fiqurumuz oldu 30. Ağ rəngli üçbucağımız 8. Onda 30'dan 8'i çıxsaq, rəngli fiqurun sahəsini tapmış olaraq, bu da olur 22.
2 də qırmızı rəngli parçanın uzunluğunu tapın. Üçbucaqdır. Üçbucağın sayısı bilirik ki, tərəf, yəni bax bu tərəf və bu tərəfə çəkilmiş hündürlük. Yəni 6 vurulsun hündürlük bölünsün 2 bərabərdir. Digər tərəf 8, bunun da ona çəkilən hündürlük isə h-1'dir. 8 vurulsun h-1 bölünsün 2. Məxrəclər bərabər olduğuna görə sürətlər bərabər olur. Yəni bu ikilər gedir. 6h bərabərdir. 8h mötərizəni açırıq minus 8. Buradan 6h minus 8h bərabərdir mənfi 8. Mənfi 2h mənfi 8-ə. H da bərabərdir. Mənfini mənfiyə bölürük. Müsbət. Deməli hündürlük oldu 4. B bəndində yenə tərəf 2y üzərinə gəl 4. Hündürlüyümüz isə 2-dir. Vurulsun 2 böl 2 bərabərdir. Digər tərəf 8 və ona çəkilən hündürlük y vurulsun y böl 2. Yenə məxrəclər bərabərdir deyə sürətləri bərabərləşdirir. 2y üzərinə gəl 4 vur 2 bərabərdir 8y. Buradan 4y üzərinə gəl 8, 8y, 8 bərabərdir 8y minus 4y, 8 bərabərdir 4y, y də bərabərdir 2. Burada diqqət edin, qırmızı rəngli burada h idi deyə 4 oldu. Burada isə qırmızı rənglimiz bu aşağıda 2y üstə biz y tapdıq. Ona görə yerinə qoyuruq. 2 vurulsun 2 üzərinə gəl 4. 4 ilə də 4 8. C bəndində yenə bu düzbucaqlı üçbucaqdır. Katet A və 12. Yəni A vurulsun 12 bölünsün 2 bərabərdir. Digərində tərəf 15. Tərəfə çəkilən hündürlük A-1,8 böl 2. Yenə məxrəclər bərabərdir deyə sürətləri 12A bərabərdir. 15 vurulsun A-1,8. Hər tərəfi 3-ə bölsək 4A bərabərdir. 5 vurulsun A-1,8. Mötərizəni vurub açsaq minus 9. Buradan da A bərabərdir 9-a. Amma bizdən qırmızı rəngi istəyir deyə, yəni 9 minus 1,8 bu da edir 7,2. Növbəti tərəf A-2 hündürlük, ona çəkilən hündürlük görürsünüz 6 oxla qoyub 6 bölünsün 2 bərabərdir. Tərəf 4 ona çəkilən hündürlük A böl 2. Buradan A-2 vurulsun 6 bərabərdir 4A-ya. Vurub açsaq 6A-12 bərabərdir 4A. 6A-4A 12. 2A bərabərdir 12-yə. A da bərabərdir 6. Bizdən qırmızı rəngli hissəni istəyir. Onda yerinə qoysaq 6-2 bərabərdir 4. Yəni biz qiymət A-nı tapsaq da belə şərtə baxın görün sizdən şərtdən nə istəyir. Üçüncü. Paralleqramın və üçbucağın sahələri bərabərdir. Paralleqramın yaxud üçbucağın axtarılan hündürlüyünü tapın. Paralleqramın sahəsini tapmaq üçün 12 vurulsun 8-dir. Üçbucağın sahəsi isə buna x desək, bunlar deyir bərabərdir. 20 vurulsun x bölünsün 2. Yəni tərəf bu tərəfə çəkilmiş hündürlüyü hasilinin yarısı. Buradan 12 vur 8 bərabərdir 10x-a. X da bərabərdir 96-nı 10-a böldük 9,6. B bəndində isə yenə paralleqramın sahəsi buna bir x desək, 20 vurulsun x bərabərdir. Üçbucaqda isə 30 vurulsun 10 bölünsün 2. Yəni buradan alırıq 20x bərabərdir. Bununla bunu ixtisar elədik. 15 vurulsun 10-a. Hər tərəfi də 10-a bölsək 2x bərabərdir 15-ə. X da bərabərdir 7,5.
Prizma və silindirlərin tam səthlərinin sahəsini və həcmini tapın. A bəndində birinci tam səthi, silindrin tam səthi bərabərdir S yan üzərinə gəl 2S oturacaq. Yan səthi də nə idi? 2pi RH üzərinə gəl oturacaq isə pi r kvadratı. 2 pi'nin qiymətini bizə verib 3. Radiusu 4'dür, hündürlüyü də 6'dır. Bax, bu hündürlükdür, bu da radiusdur. Üzərinə gəl 2, 3 vurulsun, radiusun kvadratı bərabərdir. 24'ü 6'ya vuracaq. Bu 144, üzərinə gəl 6'ını da vururuq 16'ya. Çünki 4'ün kvadratı 16'dır. Bu da 96. Bunları da toplasaq edir 240. Deməli, silindrin tam səthini tapdıq. İndi bizdən həm də həcmini istəyir. Həcmi isə bərabərdir. V bərabərdir. S oturacaq vurulsun H. Oturacağı dairə olduğuna görə pi r kvadratı vur H. Yəni 3 vurulsun 4'ün kvadratı vurulsun 6. Bu da edir 3'ü vuracaq 16'ya 48. Onu da vurmalıyıq 6'ya 288. Deməli oldu tam səthi 240, həcmi isə 288. B bəndində isə üçbucaqlı prizmadır. Bunun tam səthi S tam bərabərdir. S yan üzərinə gəl 2S oturacaq. Yan səthində necə tapırdıq? Biz dedik ki, üçbucağın perimetrini, bax bu üçbucağın bu tərəfi də 14'dür. 25, 25, 3 dənə tərəfi var. Bunları toplayırdıq. 25 üzərinə 14. Vururduq prizmanın hündürlüyünə. Vurulsun 10. Üzərinə gəl. Oturacağı isə üçbucaq olduğuna görə üçbucağın tərəfi 14. Bu tərəfə çəkilən hündürlük 24 bölünsün 2. O da bərabərdir. 20-50, bu da 14, 64, 10 da ona vurduq, 640, üzərinə gəl. Bu ikilər də getdi. Deməli 14'ü vurmalıyıq 24'ə. Bu da eləcək 336. Bunları da toplasaq 640'la, bu da 976. Deməli tam səthi oldu 976. V isə bərabərdir. Yenə S oturacaq vurulsun hündürlük. Bunun oturacağı isə üçbucaq olduğuna görə 14 vurulsun 24. Çünki tərəf və hündürlükdür. Bölünsün 2. Vurulsun. Bu H isə prizmanın özünün hündürlüyüdür. O da 10'a bərabər idi. 10. Bunları da ixtisar eləsək bu 12. Yəni 14 vurulsun 12 vurulsun 10. 14'ü vursaq 12'ye 168. 10 da ona vursaq 1680. C bəndində yenə üçbucaqlı prizmadır. S tam bərabərdir. S yan. Yəni üçbucağın tərəflərini tapaq. 60, 50. Baxırıq, bax bu 50. Bu 60, üçbucağın tərəfi digəri də 50'dir. Çünki görürsünüz, burada göstərir 50. Yəni üzərinə gəl 50. Prizmanın hündürlüyü isə baxın, bax bu hissədir. Bu da 1 metr verib. Digərləri santimetr olduğuna görə bunu da çevirək, onu da santimetrə. Bu da olacaq 100. 100. Bu oldu bunun yan səthi. Üzərinə gəl 2 dənə oturacaq. Oturacaq isə tərəf 60. Ona çəkilən hündürlük 40. Vurulsun 40 bölünsün 2. Bu ikilər də getdi. 160. Onu da 100'e vurduq. Yəni 16.000. Üzərinə gəl. Altın 24. Yanında 2400. Bundan da bunu toplasaq. Yəni 16.000'lə üzərinə gəlirik 2400. Bu da edir 18.400. Yəni bu 1 metri də santimetrə çevirdik. 100 santimetr. Bunun həcmi isə oturacağın sahəsi. Yenə də tərəf 60. Ona çəkilən hündürlük 40/2. Prizmanın özünün hündürlüyü isə 100 idi. O da bərabərdir. Bundan bunu ixtisar eləsək.
30, 30'u vurduq 40'a, 1200, onu da vururuq 100'ə, 2, 3, 4, 120 min. D bəndində silindirdir. Bunun diametrini verib 10, onda radiusu bərabər olacaq 5'ə. Hündürlüyü də 25'dir. Onda S tam bərabərdir 2 pi, pi 3, 2 pi r h 25 üzərinə 2 pi r kvadratı, yəni 5'in kvadratı. O da bərabərdir. Deməli 6'nı vururuq 5'ə, 30, 30'u da vurmalıyıq 25'ə. 30 vurulsun 25. 750 üzərinə 6'nı vururuq 25'ə. Çünki 5'in kvadratıdır. 25, bu da 150. Bununla da 750'ni toplasaq edir 900. V isə bərabərdir S oturacaq. Yəni pi r kvadratı h 3 vurulsun radiusumuz 5'in kvadratı, hündürlük isə 25. Yəni 3'ü vururuq 25'ə, onu da vururuq 25'ə. Bu da edir 1875. Lalə bərabər yanlı 3 bucaq, Səbinə isə 4 bucaqlı çərpələng düzəltdi. AB 60, yəni bax bunun tərəfini bu tərəfi verib bizə 60. Ona çəkilən hündürlük CD-ni isə bizə verib CD 30. Onda biz bunun sahəsini tapmaq üçün 3 bucağın sahəsini buradan yazaq. Lalə bərabər yanlı 3 bucaq etdə lalə. Sahəsini tapmaq üçün S 3 bucaq bərabərdir tərəf. Bu tərəfə çəkilən hündürlük böl 2. 30 da 30'a vurduq 900. 900 kvadrat santimetr. Səbinə isə burada deyir ki K bunlar bir-birinə bərabərdir. KL ilə L-in bərabər. Sonra KO-nu bizə verib 20. KO 20'dirsə, onda bu bərabər yanlı 3 bucaqdır. Burada da göstərib görürsünüz hündürlük. Hündürlük həm tənbölən idi, həm median idi. Burada 20 olacaq. L-ni isə bizə verib 25. Ümumi 25'dir. Yəni buradan bura qədər hamısı 25'dir. İndi biz bunun sahəsini tapmaq üçün burada göstərib görürsünüz düz bucaqdır. Deməli bu 3 bucağın sahəsini tapmaq üçün S 3 bucaq K L N bərabərdir tərəf, yəni LN vurulsun ona çəkilən hündürlük KO bölünsün 2. L-ni də bizə verib 25. KO isə 20'dir. 20 bölünsün 2. Yəni bu elədi 250. Eyni ilə S 3 bucaq L, M, N də bununla kongruent olduğuna görə 250 olur. Onda S həmin bu 4 bucaqlı bərabərdir. 250 ilə 250'nin cəmi 500 kvadrat santimetr. Deyir də kimin düzəltdiyi çərpələngin sahəsi daha çoxdur? Lalənin nə qədər? Bu da 900'dən də çıxırıq 500'ü. Olur 400 kvadrat santimetr daha çoxdur. Növbəti, Dənizkənarı Milli Parkda yerləşən Şeytan Çarxı atraksiyonunun radiusu 30'dur. Ən hündür yeri yerdən neçə metr məsafədədir? Baxın, bu belə bizim dairə formasındadır. Bunun radiusunu verib ki 30'dur. Radiusu 30. Həm də yerdən baxın buradan 2 metrdə buradadır. Ən hündür yeri də onda burada olacaq. Bax biz bu nöqtəni tapmadıq. Onda bu radiusda 30 olur. Deməli bunun diametri 60. Üzərinə də bu 2'ni gələcək. Onda ən hündür yer olacaq 62 metr. Ən hündür yeri yerdən neçə metr məsafədədir? 62.
bir kabinəsinə minən tələbələr 2 tam dövrdən sonra onlar nə qədər, məsəl bu artıq çevrəsinin uzunluğu qədər yol getmiş olur. Biz bunun çevrənin uzunluğu 2 pi r-dir. 2 vurulsun 3, radiusu da 30 idi. Altında 3'ə 180. Deməli bu tam dövrdə 180 ilə indi deyir 2 tam dövrdən sonra, ona görə 2-ni də vururuq 180-ə 360 metr. Onlar nə qədər məsafə qət etdilər? 360 metr. Silindr formasında qabların həcmləri bərabərdir. Hündürlükləri nə qədərdir? Deməli, birinci silindrin həcmini tapaq. V bərabərdir pi r kvadratı h. Pi təqribən 3,14 belə 15 götürək ki. Çünki cavabı deyir %1'lərə qədər yuvarlaq. Radiusu 9'dur deyə onun yarısı olacaq 4,5. Onun da kvadratı. Hündürlüyü isə burada görürsünüz 12'dir. Vurulsun 12. Bu da təqribi bərabərdir. Hesablayaq. Deməli tapdıq 763 tam %2. İndi bunlar bərabərdir. Yəni digər V 763 tam %2 bərabərdir. Pi 3 radiusu diametri 6'dır deyə radiusu bunun 3 olacaq. Pi r kvadratı yəni 3'ün kvadratı vurulsun hündürlük. Buradan hündürlüyü tapmalıyıq. Yəni biz bunu 763 tam %2'ni bölürük 27'ye. O da təqribən 28 tam %26 eləyir. Burada uşaqlar, məsələn biz bunu həcmi 763 götürsək təqribi, onda 763 bərabərdir. Pi'ni 3 tam %14 götürsək, radiusun kvadratı 3'ün kvadratı vurulsun hündürlük. Buradan hündürlüyü tapsaq, buradan təqribən alırıq 26 tam %99 nəsə dövr eləyir. Bunu da yuvarlaqlaşdırsaq təqribən 27 olar. Yəni bu cavablar sizi çaşdırmasın. Çünki biz pi'ni seçməyimizdən asılı olaraq dəyişəcək. İkincisində isə yenə 763 ilə götürsək və 763 bərabərdir pi 3 tam %14 pi, bunun radiusu 6'dır. R kvadratı vurulsun hündürlük. Buradan hündürlük bərabərdir. Bu da təqribən edir 6 tam 74,9, yəni təqribən bərabərdir 6 tam %75'i. Həyətdə uşaqlar üçün hovuz düzəldildi. Bu hovuzun xarici səthi örtüklə örtüldü. Yəni bax bu xarici səth hissəsi, bu hissəsi örtülü. Bu da bunun nə idi? Yan səthidir. Yəni onda S yan bərabərdir 18. Hovuzun həcmi nə qədərdir? V bərabərdir sual. Biz bu yan səthindən, yan səth bilirik ki 2 pi RH bərabərdir 18. Yəni 2 vurulsun. Pi'ni deyir 3 götür. R yoxdur. Hündürlüyü də görürsünüz. Bu şəkildə verib hündürlük də 1'dir. 1 bərabərdir 18. Buradan R bərabərdir 18'i 6'ya bölürük 3. Deməli bunun radiusunu tapdıq 3. Onda həcmi bərabərdir pi r kvadratı vurulsun h. Pi yenə 3 götürdük. R 3'ün kvadratı, hündürlüyü isə 1'dir. O da bərabərdir 27. İndi bizə deyir, hovuzun içərisinə kiçik ölçülü kvadrat formalı kafel döşəmək nəzərdə. Kafelin 1 kvadrat metri 25 manatdır. Hovuzun daxilinə döşənən kafel üçün neçə manat ödəmək lazımdır? Yəni biz bunun tam səthindən bir dənə oturacağını çıxacaq. Çünki bu üst hissəyə artıq kafel vurulmayacaq. Yan səthi də bilirdik. Onda S bərabər olur. Yan səthi 18 vermişdir. Üzərinə gəl bir dənə oturacağı, yəni pi r kvadratı. O da bərabərdir 18 üzərinə gəl 3 vurulsun. 3'ün kvadratı, yəni 18 üzərinə gəl 27. Bu da edir 45. Deməli 45 kvadrat metrdir. 1 kvadrat metri 25 manattırsa, onda 45'i də vururuq 25'ə.
nə qədər edərsə 45 vurulsun 25, 1125. Deməli 1125 manat ödəmək lazımdır. Hovuzun divarının qalınlığı nəzərə alınmır. Yəni bizə lazımdır ki, bu qalınlıq nə qədər qalınlıq gedəcək. Sadəcə içərisinə vurmaq üçün kafellərin kvadrat metrini hesabladıq. Və ona da gedən məbləğ də 1125 manat olur. Pizza satılan yerdə diametrləri 20 və 30 olan eyni qalınlıqlı pizzalar deməli. Bunun diametri 20, bunun diametri 30. Qalınlıqlı pizzalar satılır. Alıcı nə üçün belə düşün? Deyir, diametri 20 olan 3 pizza əvəzinə 30 olan 2 pizza almaq. Əvvəlcə bunların sahəsini tapaq. Bunun sahəsini tapmaq üçün pi r kvadratıdır. Bunun radiusu olacaq. Radiusu 15. Onu pini də 3 götürək. 3 vurulsun 15'in kvadratı. Yəni 3 vurulsun 15'də 225. Bu elə də 675. Digərində isə diametri 20 olan sahəsini tapsaq, S bərabərdir yenə pi, radiusu bunun radiusu isə 10 olacaq, pi r kvadratı 10'un kvadratı, o da bərabərdir 300. Bu da təqribən elədir 300. Yəni burada da bərabərliklərimizi təqribi qoyaq, çünki pi'nin qiymətini təqribi götürmüş. İndi nə edirik? Bu, yəni indi 1 kvadrat metrinin qiymətini tapmaq istəyir. 1 kvadrat, daha doğrusu santimetr pizzanın qiymətini hesablamaq üçün burada şərtdə də deyir ki, cavabı 1 kvadrat santimetr pizzanın qiymətini hesablamaqla yoxlayın. Deməli burada 300 kvadrat santimetr pizzaya 12 manat verirsə, onda 1 kvadrat santimetri bərabər olacaq 12'ni bölürük 300'ə. 12 bölünsün 300. Bu elə də 0,4. Digərində isə 18'i bölürük 675'ə. 18 bölünsün 675. Bu eləyir 0,2. Və burada da baxırıq ki, diametri 30 olan bir dənəsinin sahəsi 675 idi. 2 dənəsinin sahəsi olur 1350. Diametri 20 olanın bir dənəsinin sahəsi 300 idi. 3 dənəsinin sahəsi olur 900. 1350 900'dən daha böyük olduğuna görə, yəni 2 pizza almaq, diametri 30 olan 2 pizza almaq daha sərfəlidir. Yəni daha çox yemiş olur da, daha böyük olur ölçüsü. Hətta biz bunları 1 kvadrat santimetrinin qiymətini də hesablamışdıq. Buna düşdü 0,2. Digər nəsə düşmüşdü 0,4. Deməli, bundan 2 dənə alsa, bu olacaq 0,4. 2'yə vursaq, bundan 3 dənə alsa 0,12. Yəni 0,4 daha az pul xərcləmiş olur da 0,12 daha böyük olur. Ona görə də diametri 20 olan 3 pizza əvəzinə 30 olan 2 pizza almaq daha sərfəlidir. Yəni alıcının fikri doğrudur. Şəkildəki 3 binadan biri silindir, digər ikisi isə pizza formasında. Silindir formasında bu birinci, qeyd edək binalarımızı, bu birinci, bu ikinci, bu da üçüncü kuboid formasında. Bu binaların ümumi fasadının 80%, yəni biz bunların yan səthini tapmalıyıq. Birinci, silindirin yan səthi bərabərdir 2 pi r h. Fasadı, yəni ancaq üstünü örtməliyik də şüşələrlə. 2 pi ilə də qoyun qalsın. Pi radiusu diametri 44'dürsə, onda bunun radiusu olacaq 22. Yəni 22, hündürlüyü də 187'dir. Bunu hesablasaq,
Yəni biz 44'ü vurmalıyıq 187'ye. Bu da eləyir 8228 pi. İkinci isə üçbucaqlı prizma formasında binanın hündürlüyü, bu binanın oturacağı tərəfləri bərabər tərəfli üçbucaqdır. Yan səthi nəyə bərabərdir? Üçbucağın perimetri, yəni 58, 58, 58 toplayıb vururduq prizmanın hündürlüyünü, yəni 169'a. Yəni 58 vurulsun 3'ü, vuraq 169'a. Bu deyilir 29406. 29406. Üçüncü isə kuboid formasında olan hündürlüyü 154, oturacağı isə tərəfi 37 olan kvadratdır. Üçüncü isə burada artıq kuboid formasında olan idi. Bilirik ki, prizmaların yan səthini tapanda biz oturacağın perimetrini hündürlüyə vurduq. Bunda oturacağı kvadrat olduğuna görə onda S yanı bərabər olur. Oturacağın perimetri, yəni kvadratın perimetri 37 vurdur, onda hündürlüyə vuruluruq. O da bərabərdir. 37 vurulsun 4 vurulsun 154. Bu dedir 22792. İndi biz bunların üçünü toplayaq ki, çünki cəmidir fasad. Orada da deməli birincidə tapdıq biz S yan bərabərdir 8228 pi idi. Yəni bunu da təqribi hesablayaq. Yəni 8228'i vuraq 3,14'ə. Bu da təqribən edir 25836. Belə götürək. İkincinin isə yan səthini tapdıq biz 29406. S yan bərabər 29406. Onda üçünü toplasaq, yəni 25836 üzərinə gəl 29406 üzərinə gəl 22792. Bunları toplayağın 25836 29406 üzərinə gəl 22792. O da bərabərdir 78034. Bunu da 80%'ini tapsaq 34 vurulsun %80. O da bərabərdir 80. Bunu da deməlidir ki 8'e vurub 10'a bölsək. Yəni olacaq 624272. Bu da 10'a da böləndə onda olacaq 62427 tam onda 2. Burada şəkildəki düzbucaqlı paralellepiped formalı su konteyneri 150 litr su tutur. Su ilə dolu konteynerdən suyun bir hissəsini, bax buradakı suyun bir hissəsini boşaltdılar bura. Hər iki konteynerdə suyun hündürlüyü eyni oldu. Demək, hündürlükləri eynidirsə biz nə edəcəyik? Birinci, bunun həcmini tapmaq üçün nə etməliyik? S oturacaq vurulsun H. Yəni oturacağı da kvadrat olduğuna görə 50 vurulsun 50 vurulsun H. Yəni bunu tapırıq. Bu suyun həcmi ilə üzərinə gəl. İndi bax buradakı suyun həcmini tapmaq üçün oturacağın sahəsi, yəni tərəf 75, bu tərəfə çəkilən hündürlük 40 bölünsün 2. S oturacaq vur H idi. Bu iki suyun cəmi ümumi bu 150 litr olurdu da. Çünki buradan digərinə boşaltmışdıq. Bu da olacaq 2500 H üzərinə gəl. Bu da 20 1500 H. O da bərabərdir 150'ye. 150 litrdir bu. Burada isə bizdə ölçülər santimetrlə idi deyə bunu da çevirməliyik. Bu bilirik ki desimetrin kovudur litr. Bunu da santimetrə çevirsək 1000'ə vurmalıyıq. 1000 kub santimetr. Onda olacaq 1, 2, 3 kub santimetr. İndi biz bu hündürlüyü tapmaq üçün bunu buradan hesablasaq
Buradan alırıq, hündürlük olur 4000 h bərabərdir 150.000. Hərəsindən sıfırın birini artıq yazım 4000. Buradan da deməli bu hərəsindən 3 dənə sıfırı silsək biz 150-ni h-ı tapmaq üçün 150-ni bölürük 4-ə. 150-ni də 4-ə böləndə edir 37,5. Deməli hər birinin hündürlüyü 37,5 olacaq. Nə qədər su oldu? Onda həcmi tapmaq üçün S oturacaq, vurulsun 50 vurulsun 50 vurulsun 37,5. Yəni vurulsun 22.500-ə bu oldu 93.750. Digərində isə 75 vur 40 böl 2 vurulsun, hündürlüyü də tapdıq 37,5. Bunda ixtisar eləsək 20. Bu da oldu elə bir 1500-ü vurmalıyıq 37,5-ə. Bu da 56.250-dir. Və bunları toplayanda da görəcəksiniz ki 150 litr olur da, yəni 150.000. Deməli hər konteynerdə də bu qədər su oldu. Bunlar kub santimetrdir. ...2012-ci ilin dekabrında Əkiz Grail kosmik gəmiləri ay səthinə çırpılaraq missiyanı başa vurdu. Şəkildəki kosmik gəmilərdən birinin ayın səthində yaratdığı krater təsvir edilib. Krater diametri dairə formasındadır. Bu dairənin həqiqi ölçülərlə sahəsi. Əvvəlcə gəlin kraterin həqiqi diametrini tapaq. Bilirik ki, miqyas nə idi? Plandakı ölçünün, yəni 21,3 plandakı ölçü böl həqiqət bərabərdir miqyasa. 1 bölünsün 1000-ə. Buradan həqiqi ölçünü tənasüb kimi həll edirik. Həqiqi ölçü bərabərdir 21,3 vurulsun 1000. Bunu da 1000-ə vuranda 213, yanında da 2 sıfır olacaq. Yəni 21.300 santimetr. Onu da metrə çevirsək, həqiqi ölçünü adətən metrlə eləyirik. Metrə çevirsək 100-ə bölərik 213 metr olar. Bu oldu həqiqi diametr. Həqiqi işarə eləmişdik. Yəni həqiqətdə olan diametri 213 metrdir. Sahəsini tapmaq üçün radiusunu tapaq. 213-ü bölərik 2-yə. 213 bölünsün 2. 106,5. Onda sahə bərabərdir pi r kvadratıdır. Yəni 3,14 vurulsun 106,5-in kvadratı. Vurulsun 106,5. Bu da təqribən oldu 35.614,7. Bunu da biz kvadrat metrdir. Biraz da yuvarlaqlaşdıraq. Bu olacaq 35.615 kvadrat metr. Bunu da hektara çevirsək təqribi 3,56 hektar olar.